Azərbaycan Respublikası Prezidentinin İşlər Müdiri Ramin Quluzadə dövlətimizin başçısına Xankəndi Mehmanxana kompleksinə aid Xankəndi otelində yaradılmış şərait haqqında məlumat verdi. 4 mərtəbəli otel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Burada ümumilikdə 101 otaq var. Oteldə eyni vaxtda 236 qonaq qala bilər. Burada bir sıra ictimai yaşayış obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək. Oteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad olunmuş şəhər və rayonlardan olan sakinlərdir. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Xankəndidə də turizm infrastrukturunun inkişafına xüsusi önəm verilir. Qədim tarixə malik Xankəndi şəhərində müasir otellərin, istirahət mərkəzlərinin və yaşayış obyektlərinin qurulması bu gün prioritet istiqamətlərdən biridir. Bu, qonaqlar üçün yüksək standartlara uyğun rahat mühit yaratmaqla yanaşı, Xankəndinin bərpasındakı sürətli dinamikanı və görülən işlərin real miqyasını birbaşa nümayiş etdirir.